Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Arifoğlu Abbasov 2-ci dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib. Xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Paytaxtın Səbalı rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə Limon turşusu adlı sosial media platformalarına paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Xəbər verilir ki, həmin şəxslər 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərovdur. Məhkəmənin qərarı ilə onların hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.